Sitoreduktiv cərrahiyyə nədir? Sitoreduktiv cərrahiyyə dedikdə şiş yükünün, yəni şiş həcminin azaldılması nəzərdə tutulur. Xüsusilə yumurtalıq xərçəngində şiş kütlələri qarın boşluğunda yayılmış hallarda, əksər hallarda 3-cü mərhələ, 4-cü mərhələdə rast gəlinir və bu mərhələdə olan xəstələrə aparılmış tam sitoreduktiv, yəni şiş həcminin tam çıxarılması xəstənin həm əməliyyatdan sonraki kemoterapiyanın daha effektivliyini və ümumi götürdükdə isə yaşam dövrünün uzanmasında ən vacib prinsipial əhəmiyyət daşıyır. Yəni sitoreduksiya çox çətin və aqressiv bir müalicə olsa da, xəstənin yaşam müddətinin uzadılmasında ən vacib faktordur. Hər zaman tam sitoreduksiya etmək mümkün olurmu? Xeyr, bəzən biz bunu dəyərləndiririk. Müayinələr, kompüter tomoqrafiya, MRT müayinəsindən dəyərləndiririk. Əgər qarın boşluğunda şiş yükü yüksək səviyyədə olarsa, yəni böyük metastazlar olarsa, bu zaman kemoterapevtlərlə məsləhətləşib xəstə ilk öncə neoadjuvant kemoterapiya aparılır və ondan sonraki etapda tam sitoreduktiv əməliyyatlarımızı icra etməyə cəhd göstəririk. Sağ olun, vaxtında müraciət edin ki, belə böyük əməliyyatlara məruz qalmayasınız. Sağ olun.